indi dalımca oynamayacağım ha. O ne yıkılmağıydı. Ya burçuluk size siz. Herkese selam. Nasılsınız, iyi misiniz arkadaşlar? Ayda niye dedim ben diyecektim. Sen o biri videoda deyipsin. Yok. Bunda da Videonun da ikinci videomuzdur. bugün paylaşmırıq axı, onu cəmaət bilmir ikinci video. Evet arkadaşlar. Bak yine gedirdi. Xəta iş başında. 7 bəla iş başında. Yavaş yerlənin. Ay ayağımı sındırdı seni. Dedim 7 bəla. Dedim iş başında. Xozudur da mənim qızım. Ayağımı sındırdı. Yaxşı ki bilirsən. Mən ağlamalıyam. Bu niyə ağlayır? Mən ağlamalıyam. Sən nə ağlayırsan? Neyse arkadaşlar. Qutab piknikine gelmişik. Bu sefer burada otururuq. Yıldızların yanında. Gelmişik Qutab piknikine. Nakuşla yoldaşı gediblər çoxluca qutab almağa. Evet, biz de geçen Yaşıl Vadidə çay dəzgahı sifariş vermişik. İndi birləşirik. Piknik zamanı. Alqışlayın. Teşekkürler. Evet, Əsnat yine ağlıyor. Rabia yerleniyor. Gülsüm yerleniyor. Necə gedir yerlənmək? Yaxşı. Onu bilirəm ki, əsir o. Rabia kırılsa belin sakatlanır. Düz deyir. O neydi? Eyni mənabda ikisi də. Rabia bayaqdandan növbə gözləyir. Dava eləyirlər bura hər gələndə bu yerlənçəyə görə. Uşağı necə şantaj eləyib oturdu yerlənçəyinə. Sənin canında nələr var? Ona bax 7 bəla asılı qalıb orada gözləyir. Olmaz elə. Olmaz elə yerlənmək. Normal otur. Şəhriyar. Dizi üstə yerlənir ha. Necəsən? Evet arkadaşlar, gölün qırağındayıq gördüyünüz kimi. Bəlkə qayıq da sürdük, bilmək olmaz. Qutablarımız gəlsin. Açsız. Nəsə bəyənmədim. Açsız. İndi bəyəndim. Yerlənin, qutablar gəlir. Dava düşüb orada arkadaşlar. Abulukuna bak onun başında. Arkadaşlar dava düşmüştü. Esma otursun. Ben hatta otururum. Niye yerlən? O kim atır yeri aparır orada oturuyor. Cəmaatı şantaj edib nöş yerlən çayın əlindən alsan Əsnat. Baxışlara bax. Neynir başa düşmədim. Axırıncı balasına oxşayır. Neynir ki? Həsə, oturmuşam mən. Əsma edib Əsma gör. Evet arkadaşlar, kameranın tam Rabia olayı danışan əsnada yaddaşı doldu. Həmişə olduğu kimi ən vacib anlarda. Rabia'nın xəbəri yox idi. Rabia deməli, Rabia sən qoymursan axı mən kameramı belə eləyim, səni yaxından çəkim. Yeni bir üsul tapmışam. Yo. Sənin xəbərin yoxdur. Bayaqdan səni yaxınlaşdırıb çəkmişəm. Quran and olsun. Ən yaxın. Valla. Of Jerem indi pis düşür adam. Sən hər halından gözəlsən. Pis gözəl deyirəm. Çox gözəlsən. Gözəlsən. Alacam məni səbləşdirməyin. Evet, Nakuşgil abur cubur alıb gəliblər. Allah, çipsi, kukruz. Başqa nə alıblar? Bir dənə də cipsi, kukruz. Özdə mənim ən sevdiyim biberli cipsi. Bir də soğuk. Bir de burada arkadaşlar bəh ip üstü qupadlar. Hə, odur. Qutablar. Çox təriflədilər. Bu arada Məryəm yolda mənlə dirəşirdi uşaqlar. Dirəşirdi ki, mən qarın qutabı xoşlayıram. İndi mən qarın qutabı yeyən yerdə Məryəmi çəkəcəm. Məryəm də qarın qutabını yeyəcək. Görək Məryəm qarın qutabını sevir yoxsa yox. Yeməyəsən? Yeyəsən, mən də səni çəkəcəm. Yolda məndən dil ötürdün ki, mən qarın qutabı xoşlayıram. İndi görəcəm necə yeyirsən. Amma da xoşlayacağım.
Yo, birinci qarını yeyəsən, mən sənə baxacam. Nahidə, qarın budur, Nahidə. Hə, gələ Məryəm. Yox, mən yemirəm qız. Al. Yalan danışma, maşında mənlə dil ötürdün. Gələ, Nahidə, buna bir dənə qarın qutabı ver. Mən götürürəm sən. Bu yiyəcək, qutab yiyəcək, mən baxacam. Mən indi sənə Məryəm tikəl yiyəcəm. Ye, Kartof içi almışsan? ye. Al kartof. Dadlıdır, hə? Ye bir dənə də baxıram. Bax da. İndi sən onu axıra qədər yeməsən, yerlənçəyə buraxmayacam səni. Bəyəndin həqiqi? O qədər dadlıdır yəni. Bayaqdan buradakı hamı qarın qutabını tərifləyir. İçi Mamet qardaş qarışıq. Yaxşı. İkna etdin məni Məryəm. Gedib rahat minə bilərsən yerlənçəyə. Sən də qarın qutabı yeyirsən. Aradır mən üçün yemir. Sən nə qutabı yeyirsən Rabiyə, Bamiyə? Nə qutabı yeyirsən? Hə? Qarın. Yaxına çəksən, söyləmə. Əsma, sən nə qutabı yeyirsən? Qarın. Bir dənə mənəm göyyən. Deməli uşaqlar, qutablarımızı yedi içdik, hamı qaçdı yerlənçəyə. Şəhriyarın sizə sözü Bir var. şey deyəcəm dostlar. Demək, hara keçsək, əziz valideynlər uşaqlar. Bu kişmişləri yulmamış qoyurlar. Üstü toz, torpaq, dəfələrin üstündə qurd döyülmüşəm. Burada bir reklam eləmirik də, burada reklam üçün yox. Sırf özümüz sakitçiliyi üçün, belə həzin təbiətin qucağı, lotka sürmək, gəzmək üçün buraya gəlirik. Baxın görün kişmişləri necə yuyublar. Ağappaq, bax qara kişmişdir, prosta yəni təmizliyi ağappaq. Baxın. Əslində bu kişmişlər yuyulmalıdır. Çünki onların üstündə olan toz, torpaq bizim mədə bağırsağımıza mikrob, infeksiya, qurd yaradır. Bax, halal olsun. Buranın müddətinə demək istəyirəm ki, əksən həqiqətən çox Mən istəyirəm çay baldız. gözəl addımdır bu. Bunu hər yerdə əslində belə eləməlidir. Çayı eşidən kimi hamı doluşdu bura. Çox sağ ol, yaşıl vadi. Evet arkadaşlar, qutab rejimindən çıxdıq, keçdik çay rejiminə. Lotkə sürərik Şako. Hə, Lənkərana gəldiniz, mütləq gəlin bura. Lotkə sürərik. Mən sürərəm. Bu səfər batacaq. Niyə ki? Sürdüm də keçən dəfə. Arkadaşlar, gedirik evə. O qədər kalabalıq, söhbət zat, oyun zadı oynadıq ki, çəkməyə vaxt eləyə bilmədim həqiqətən. Çıxmışıq buradan, indi gedirik evə. Növbəti gündən hamımızı salamlayırıq. Sən bilirsən mən nə danışıram, mənim dalınca təkrarlayırsan. Deyirəm növbəti gündən deyirəm burada danışır ki, mənlə eyni ağızdan çıxsın. Evet arkadaşlar, zarafat bir qarağa həqiqətən dünənin sabahından sizi salamlayıram. Deməli bugün uşaqların kuzeni Əsma bizdə qalıb. Dünən Nahidə gilin maşından Əsmanı oğurlamışıq. Qaçırdanda da pəncərəni açdım, qışqırdım ki, həmişə sən mənim qızımı oğurlayas deyirsən ki, bir dəfə də mən sənin qızımı oğurluyum. Və Əsmanı gətirmişik evimizə. Şimdiden öz destireceğiz. Hə, dayanın bir dəqiqə. Bunu göstərməsəm beni kesər. Dayan, hə. Neysən sən? Belə niyə edirsən? Tam. Arkadaşlar, əsnata aldığımız pəmbə şort ətəyə baxırsınız. Özüm gittim çalkalarımı kestim. Nə danışsan sən? Nə danışsan sən? Dün bezdim gittim öz çalkalarımı kestim. Bezdin, getdin öz çolkalarını kəsdin. Çolka yoxdur yaxı başında. Yığıb gizlətmişəm hamısını. Evet, gəl bir dənə düzdür kombini göstərim. Çox uzağa getmə, bura gəzə. Onsuz balacasan, ora gedəndə lap da milçəyə oxşuyursan. Gəl bura. Hə, qal burada qal. Belə, ay, sağ ol. Tam. Bu da Əsnatın kombini. Bu Aşko Kuşko eteği Brand House-dan almışdıq, xatırlayırsa. Bugün geyindi nəhayət ki. Biraz kökəlsən yaxşı olar Əsnat. Spiçka çöpünü oxşamağa doğru gedsən yavaş-yavaş, yemək yeməməkdə. Yaxşı, əsəbləşmə. Məryəm də burada. Bunun adı nədir bunun evəni? Şaptalı. Şaftalı değildi tam. Tüsüz şaptalı. Yox, başqa adı var idi. Nektarin. Ərin də var. Nektarin yeyir. Düz tapdımsa yorumlarda yazın. Bu tüksüz şaftalının o bir adı nədir? Nektarin. Sən nə geyinmisən? Dur bir baxaq.
Bir ayağa dur. İzləyicilərin gəlib. Bir hörmətin, qabiliyyətin, qanacağın olsun. Qabağa gəl də sən. Hamınız nəşə uzaqlaşsınız. Deməli, bu ilin trendi olan sarı rəngdə qolu dantelli köynək almışdım Məryəmə. Onu geyinib, altından da bu üstündə su damlalarına oxşayan şortikini. Rabia xanım da paraşüt şalvarı ilə krop geyinib. Əsma xanım da siz də geyiminiz Brent House-dan da Əsma xanım. Qaşlı futbolka ilə, zərli futbolka ilə. Yox, mən almamışam. Mən almamışam. Uşağın işsərdiysən. Bir də şortik geyinib. Mənsə bugün mavilərə boğulmuşam arkadaşlar gördüyünüz kimi. Hazırsınız evdən çıxmağa. Gedək Lənkərana. Darıxmısan alon üçün. Ay Allah, axşam bir gözləri dolmuşdu. Elə bil Əsmanı həqiqətən qaçırtmışıq. Öyrəşin də. Siz mənim uşağımı oğurlayırsınız, saxlayırsınız öz evinizdə. Mən də Əsma çıxıram. Hə, düzdür. Bu da orada qalanda ağlayır. Gecə yarısı bizi çağırır ki, gəlin məni götürün. Amma yenə də nəysə. Əskuşan saçını yığmışam bu arada. Çön göstərim səni. Sən öz kameraya girirsən, izə. Böyle bir yarım at quyruğu. Məryəm, pəmbiş aç gibi verəcəksən Əsnata. Sən hansı aç gibi taxdın? Bu da ağac ikisini taxdı. Bugün qəşəng gedir, düzdür. Maksimum alandan taxa bilmirəm dostlar. Həm gözüm ağrıyır, həm də başımı sıxır. Bilmirəm nədən. O sənin şu başımı balacadır ona görə. Alından beri. Deməli balacaymış da başıva. Deməmisən orada. Mən Siz xoşlayırsınız da lazım oldu olmadı aldırasınız, əsas o da aldırasınız. Neyse, evdən çıxmağa hazır mıyız? O zaman bu arada Şəhriyar bunu eşitsə çox əsəbləşəcək, amma Şəhriyar yoxdur. Yəni kız kıza yolculuğa hazır mısınız? Mahnımızı qoşaq, geçək. Sokumuz var xaladenikdə, onu da götür gedib. Başımdan da bu arada yağ axır, mənə üzürürsən. Yəni özüm etiraf eləyirəm bunu. Ay teriş nerələrdəsin, teriş. Nəysə çıxaq evdən, əşyalarımı götürüb makyaj sumkamıza da evdən çıxaq. Evet arkadaşlar, Şəhriyar Ofeliyanın tək əziyyət çəkib Lənkərana getməsinə gönlü razı olmadı, gəldi bizi götürdü. Yolda görün necə maraqlı bir yerə girmişik. Şəhriyar nə dedim bəyək bura gələndə? Elə şey dedim ki, bir də hündür maşın olsun, girin bu yanlara gəzim. Evet, görün hardayıq. Həmişə yanından keçirik ya, amma ikinci dəfədir mən burada oluram, baxın. Oyda, ağaclar, bu ağacların adı nədir Şəhriyar? Necə belə uzundular? Çimnaz nədir? Dayan. Arkadaşlar, dayan da bir dəqiqə dayan, səbrin olsun. Hara qaçsan, kim qovur səni? Səsə qulaq asın. Görün necə qəşəkdir uşaqlar. Şəhriyar, bura çox sərindir, Şəhriyar. Abi burada çok kaşınca senin Kur'an'ın dostum. Bir daha ver. Gəl. Yukarı çevirsin. Aşkım, mən buradan çəkirdim də onu. Yaxşı, gətir aşkım, gördük. Kur'an'ın dostum çok güzel Nedir oldu. onu? Videodan bakarsın. Evet arkadaşlar, Əsnad size böyle bir küçük show yapmak istedi. Çok sərin diye bura Şəhriyar. Çok qəşəkdir. Hə, orada voleybol oynamağa yer də var. Börtü böcəkdən qorxmasam düşüb oynayardıq voleybol bir dənə. Hə, gənələr çoxalıb. Özdə Türkiyədə nə qədər adam rəhmətə gedir gənədən. Çox qorxuram. Bu yaxınlarda da Əsmaya yapışmışdı, başını qopartdıq. Əsma cəsarətlidir. Mən olsam, görsəm üstümdə gənə var, elə orada gözümü kəsərdim. Arkadaşlar, ona görə meşəliyə zada gedəndə ehtiyatlı olun. Xıp yapışır adama. Ona görə düşməyə qorxuram. Yoxsa düşüb voleybol oynayardıq burada. Hə, Rabiyan da qulağının dalına yapışmışdı. Annesi saçın darayanda görüb vaxtında müdaxilə ediblər. Meşəlikdən, nə bilim, hardan qayıtdınız? Belə ağac, börtü, böcək olan yerdən. Necəsiz, uşaqlar? Necəsiz? Öpürəm sizi. Doğrudan bizim kanala baxırlar bayaqda. Maçi Koçi. Evet arkadaşlar. Ne deyirdim mən? Hə, meşədən zatdan qayıtdınız.
Bax, qollarımızın bu hissəsi var ha, bükülən yeri, dizlərimizin bükülən yeri, boynumuz, qulağımızın dalı yoxlayın hər yeri. Təhlükəlidir. Getdik, bilgiləndirmə bitmişdir arkadaşlar. Evet arkadaşlar, geldik Brent House'a. Şəhriyar özünə paltar baxır. Buradayam. Arxaya zoomlama. Şəhriyar özünə paltar baxır arkadaşlar. Bütün mərtəbələri tək-tək. Gizlənpaç oynamaq istəyən. Bunlar bura gəlirlər. Şəhriyar İminoy özünə paltar baxan mərtəbədə həmişə gizlənpaç eşqinə düşürlər. Özdə səni aldadırlar. Sən oynaya bilmirsən. Evet. Gəl görün bura. Aslında ben başkası derste tutardım. Ne gizlənirdi ki sizdən? Ama siz Deməli uşaqlar, gəlmişik, bütün mərtəbələri salam, necəsiz? Gəlin, gəl şəkil çəkdirək bir saniyə. Bura çəkiliş üçün gəlmişik, amma gələn kimi veçin gözümüz nəsə aldırmağa paltar axtarır, səhv deyirəm. Ben oğlan oteline girmiştim. Otelinde var. Oğlan otelinə geyinməksən, ya tutub aparsınlar səni. Aşkım bilmək olmaz, hər an tutub apara bilərlər oğlan paltarı geyindik. O zaman püskürtmələmişdiniz. Yo, indi birdən həqiqətən sən... O hele yok ki bığmıq yok papak mapak paltalar. Rabi köynəcəni o an yaparmırlar. O uşaq oğlan otelinə geyinirsən, böyüklərdən istəyirsən. Ben böyüklərdən istəmirəm. Toyuq oğrusuna oxşadarlar, sonra səni. Bak oğlanlar deyirlər ki, qızlar geyinirdi, biz geyinib bunlar yox paltarlar. Hə, Brent House-a gələn oğlan uşaqları şikayət eləyirlərmiş ki, oğlanlardan geyinirlər, bəs şeydir, biz paltar tapa bilmirik. Bu sizin dəyişməz kaderiniz, buna razı olmanız lazım. O uşaq hele yok. Uşaq otelinə gedirəm də oğlan otelinə. Sən dəqiq oğlan otelinə geyinməksən, yaxşı, tamam. Oynayırsınız saklambaç. Kim yum? Baxın, Atası da baxmayıb ürəklər gedib dırnağı. nə deyə başa düşməm, nə insan Məryəm sən? dırnağı yedi. Məryəm dırnağını yedin sən? And iç, Yedi. and iç. Yemədim. Burasını yedi. And içə bilmir, yiyib deməli. Qırıldı sonrası yemədim. Onda dırnağı yedi. Dırnağımı koparttım. Ne? Çünkü kırılmıştı. Uş bak kırılmıştı, ben de onu düzelttim de. İndi yadıma düşdü, özü qızartmısan. Kırılsın. Düzdür, sənin dırnağın var, qırılsın. Var dedi. Uy 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 uy. Yaş 17. Yaxşı, tamam. Birinci oyunu, kameranın yaddaşı doldu. Dəqiqə başı video çəkirəm, dəqiqə başı dayandırmaq məcburiyyətində qalım, sinirlərim İzləyicilər bozuldu. İzləyicilərin gəlməyindən eybi yox, onlar həmişə gəlsinlər. Bizim sevgililerimizle. Deməli, izləyicilərin gəlməsi heç dəqiqə başı CD kart dolur, sinirlərim pozulur. İlk oyun sizə ustupqaya gedirəm, mən yumuram. Amma heç kəs yerindən Axırda çıxmır. tapılan yumra deyimlər. Hə, axırda tapılan yumacaq. Lan yok, birinci tapılan. Yo, düz deyir. Birinci tapılan yumacaq. Yox, axırda tapılan yumra. Aşkım, niyə? Niye? Ahırda ben Axırda aşkım çıxıb sən sob eləməli idi bir. Sobə yoxdur da burada. Mən kamera ilə sizi tapacağam. Birinci tapdığım yumacaq, o birisləri də sonra tapacağım. Tamam. Haydi. Yumuram, 30-a qədər sayıram. Şaban yerlərini mən göstərdim, sonra girim mən. 30-a qədər sayıram. Bir 30. dakikayız, biz benim yer bilmirik. Düz deyir. Kamerayla çəkim. Yo, mən özüm çəkirəm. 30 saniyə vaxtınız var. 30 saniyədən sonra kim çöldə bayırda qaldı, mənlik deyil, uduzmuş sayacağam. Tamam. Eşitdiniz? Getdiniz. Haydi. 1 2 3 4 sayım bitirim, açacağım kameranı arkadaşlar. 7 8 9 10 30'du ya. Bax, açdım gözlərimi. Gəlirəm. İçimdən bir Rabiyə, gördüm səni. Gözümü açan kimi Rabiəni gördüm. Gözümü açan kimi gördüm səni. Aslında cüzətmədin cüzəm, bir de yum, bir de. Axı sənin üzüyə mən dedim axı. Of, aslında cüzədirdi. Gizlətməyəydin. Ben pis cüzəmmişdi o. Yaxşı, 10 saniyəm var. Haydi. Ah, şu pamuk gibi kalbim. Hiç dayanamıyor bunların isteklerine, ricalarına. Görək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 gəlirəm ha. Bu dəfə gəlirəm. Əsad, gördüm səni. Bir dənə bayaqki kimi qaç sən. Onda yummayacağım.
Göstər necə tutuldun. Arkadaşlar, deməli kiminsə qabağı ilə eynən belə qaçırdı. Buna bax, qaç. Böyle koştu, an tuttum onu. Yum da. 10 saniyem var bak. Axırıncı yummağımdır ya. Eşitdin? Baskın sen tut. Qoy bura götürərik gedəndə. Qaç, 10 saniyem var, qaç. Sen bir. Qaç. 1, 2, Allah'ın dostuna baxmıram. 3, 4, 5, 6, 7, 8, 9, 10. Paltarların arasında elə qaçır. Belə pişik kimi elə bir görsənmir bu. O qədər balacadır. O qədər buna arıq dedi. Deyəsən həqiqətən özünü knopka boyda hiss elədi. Düymə boyda. 100% ki, əgər mən Əsnatı tanıyıramsa, Əsnat nəyinsə altında gizlənib. 100% deyirəm sizə. İndi taparıq onu, tələsməyin. Dayanın. Axtarıram. Ne oldu ya, bunlar hara gizlənəsi oldular, mən belə tapa bilmədim bunları. Rabiyəni bilən bu tərəflərdədir. Bax, indi mən hardayamsa buralardadır. Gözləyin, tapacağım. Heç birini tapamıram, dayanın. Yoxdular. Uşaqlar, bu kadar zor gizlənmiş ola bilməzsiniz. Arkadaşlar, gerçekten yoklar. Dayanın. Tapa bilmirəm, dayan. O biri tərəflərdə insanlar çox olduğu üçün çəkməmək adına gəldim, biraz dedim buralarda axtarım. 100% deyirəm sizə. Bax, ucu imzamı atıram altına ki, burada gizlənən var. Milyon faiz. Yoxdur. Arkadaşlar, yoruldum ama ben. Hani bunlar? Siz hansı deşiğe girdiniz, durma deşiği 2 dəqiqənç? Dedim ben 100% ki burada gizlenen var. Hayda, keşke orada kalsaydım hele. Orada gizlenmiştin. Burada mesela kamerayla. Burada kalmıştın. Ha, gördüm. Çıkmasaydın. Sesim bu taraftan geldi. Dedim yavaş yavaş buradan geldim oraya. Çizan orada. Birinci sen tapıldın. Ancak Allah'ın da olsun. Asat değildi. Yok, o da sen kimi yalvardı 10 saniye say. Ne olur. Yok, ikinci yalvarma keçerli değil. Sen yumazsan, sen belli oldun. İndi qaldı Məryəmlə Əsnadı tapmaq. Yoxsa bir turda mən yumum da mən tapım. Onları da tapaq da görək hansıdırma deşiyə giriblər. Rabiə, sən böyüməyin pis tərəfləri ilə yavaş-yavaş tanış olursan, heç yerdə gizlənə bilməmək, əyni və paltar tapa bilməmək. Bəs madəm də öyle. Bəs biz yaşamayaq. Yaşa da səndən nə işin var mənim? Paltar tapmamayla. Yəni bu birilər hardadır Rabiə? Yoxdular, Bamiyə. Bir dəfə gördüm. Yalan danışma. Gözdə də məndən qabaq tapma. Mən heç kəs düşməsin deyə əzab çəkirəm burada. Yoxdular. O ambardan gözüm su içmir. Elə bilən biri yalvarıb yaxarıb girib ora. Qorxdum. Dəlisən sən. Mən bura baxdım axı. Kaçtım oradan geldim buraya. Həqiqət deyirsən. Sen oradaydın abi, ben tapdım, ben çıktım oradan geldim buraya. Deyirəm axı. Vallahi hiss eləmişdim sən orada olduğunu. Quran and olsun. Sen bir dəfə Necə buradan çıxıb qaçdı üstümə? Ürəyim düşdü. Qaldı Əsnad. Əsnadın yerini bilmirəm. Desəm olar. Deyilən eşitməsin özü. Sen bura. O sen yumanda kaçtı o tarafa. Ben buradaydım. O tərəfə. Ya andeti ya batsın tərəfə verməz. Yalan danışıyor. Bu da 100% şalvarların arasına girib hardadısa. Çok sarıçkalarını. Saruçkaların içə necə girsin? Saruçkalar yerdən hündürdür bala. Aslanıb saruçkaların üstündən. Ben adam değilim. Sen ayaklarımı hiç görmüyorsun. Sən elə bilirsən sən ayaqların çülədir, görsənmirsən. Yok, haklası şey yaptım. Ben kazandım. Kaçtı. Ayakları da böyle. Sən qaldırma ayağı. Ayıbdır. Güneş bakmayın ona. Sən odur. Dişləmə məni. Ay qız, dişləmə məni. Uşaqlar tutsun da bunu. İndir abi. Evet, yo,
Əsnat yumur. Aşkım ben akıda topuldu. Ben yumurtum. Yo, Əsnat yumur. Ay içerim bak. Yumurtların başı var. Eləmə Məryəm, buraxın. Azə burax, Əsnat. Oo. Arkadaşlar. Kendi buraya çek temizle. Gel. Rabia olsa səni öldürərdi. Yenə yaxşı qutardı. Pencereden ona soktu. Buraya gəl. Hadi patır. Əsnat mankenin qolunu niyə qopartmısan? Ayağımdan kapatır. Sen de şikayet ediyorsun. Niyə qopartmısan? Ateşsiz kalsın. Sen de şikayet ediyorsun. Mankenin qolunu niyə qopartmısan? Çağır işçiləri buna bunu şikayət eləyir. Eləmə. Məryəm dayan, Məryəm. Ay Allah, uşağı sürüdü. Məryəm bura. Oo. Ben döyür. Kur'an'a nasıl gelirse bütün damarlarım ağrıyor. Əsnat, Şəhriyar. Ay Şəhriyar. Əsnat mankenin qolunu Kopardı batır. Manken oldu. Əsnat mankenin qolunu qopardı. İşçilərə şikayət. Gitmeliler. Qışqırtma eləmə. Önce çarmırdım. Dayı mankenden gol girdiniz koyuyorsunuz yere. Allaha and olsun biz eləməmişik. Təqadır. Abi abi yalanı dedi. Al bunu tutup saklıyorum ben de dövülürüm bu halinde. Sən tutma da ürək sıxılır, tutma. Eləmir də. Gəl mənim yanıma. Yaxşı. Göt olayı yıkıldı. Göt olayı. Eləmə. Get. Tutma bu yerə. Tamam dedi sen. Allah cezalarını verdi. Ay Allah, karnım ağrıdı. O ne yıkılmağıydı sən Allah. Karnım ağrıyor. O ne yıkılmağıydı. Biabırçılıqsız siz. Əsnat. Ay Əsnat, gəl bura. Ben aşk acısı. Əsnat, sən qışqırtma eləyirdi, imkan vermədilər, özlərini atdılar ortaya. Siz bəsdir də, bəsdir. Ben rakıtıyorum. Uşağıma rəxit demə, rəxit nədir axı? Sen gelip üstüm beni beni. Ayda. Allah Allah'ın cezalarını verdi. Hə, mənim cəzamı vermədim. Gələcəkdən danışıram hal-hazırda, tələsmə. Uzağı 10 dəqiqə sən də cəzavı verəcək. Mənə onlar düzdür. Ha, sen böylesin. Bir kaldı tamam. Çox gülməli yıxıldınız, baxarsınız özünüzə. Allahım dasın. Şəhriyar, ay Şəhriyar. Hə, ona edit eləyəcəklər 100%. Ha, qoy izləyicilərdən qabaq özüm eləyərəm. Şəhriyar, ay Şəhriyar. Rabia'nın yıxılmağı, şalvarların başına tökülməyi, açkisinin də gözünə düşmür. Üçü də eyni anda çox gülməli. Məncə biz də gizdən paç oynamayaq, bəsimizdir. Tamam, son tur oynayıram ama çünkü videomu paylaşmalıyam. Nasıl ben güzel miyim? Mən gizlənəm, sən yumusan, Məryəmlə Əsnat da gizlənim. Can atan ölübsən. Allah ananı öldürsün. Nə danışır bu? Burada patalamısın sap bir şey Bütün paltarları Məryəm asdı, elə bil. Onu da sen as. Onu da sen as. Ben demem. Allah sökürlər buranı. Sökürlər buranı. Sökürlər buranı.
Rabia ata. Mən heç şey eləmirəm Quranan dostum. Mən baxıram qıraqdan prosta. Mənim heç nə yoxdur. Olaylardan sıyırma seviyəm. Rabia həmişəki kimi. Əli nəyə dəyər aşırdır? Yo, o Məryəm idi. Məryəm elədi. Aşkım sakar sənsən. Ay Rabia güldüm de gördüm yapıştı yere bundan ben de yapıştım. Meryem kucağıma uzandım hemen. Ben size durardım. İnsanın lap uzandım Meryem üstünde olur. Öldüm mən. Valla qarnım ağrıdı həqiqətən. Nəysə, davay son tur gizlən paç oynayırıq. Ondan sonra videonu izləyicilərlə paylaşmalıyam. Mən gizlənirəm. Mən kamera ilə olduğum üçün sən 60-a kimi sayda yaxşı. Всё, get yum. Get orada şeydə yum. Biz de cizletme. Ən küncdə. Yo, mən sizi gizlətməyəcəm. Özünüz gizlənin. Yo, orada yumma. Ata qalan yerdə yum. Ata olan yerdə. Dostum. O kadar paltarasın bir tane canım. Şö, qaçın gizlənin. Amma bu- Heç kəs mənim dalımca düşməsin. Həmişə yapışsınız mənə. Vallahi mən hara gedim? Gəlməyin də dalımca, oynamayacağam ha. Gəlməyin dalımca. Uşaqlar hamımız uduzacağıq, gəlməyin də. Oo. Maman şeyin yerine gireceğim. Ha buramdan gireceğim. Mən buradayım, get. Get Məryəm, get də Məryəm. Perdeyim bak. Süperdi bak. Qışqırma da eşitdi yaxı. Ay Məryəm, get də. Çıxıram. Şu sakit ol, sakit ol. İşte eləmə, qabaq eləmə, ay Allah, paz oldu mənə. Gəlib. Ayaqlarımızı görəcək orası heç. Məryəm, sən mənə yapışsan indi, mən buradan deşikdən görsənəm axı. Aşkım sen bana ne pis yeri cizlettin. A, minnətin olsun. Danışma, danışma. Şurada. Çıkıram. Danışma, çıx, danışma. Aa, hələ sayırı yox. Qaç, qaç, tez ol. Oradan qıraqdan çıx da. Qıraqdan çıx. Şey çıxdı, çıxdı. Allah, bu mənim başımı oynatır. Sakit gəlir. Sakit qal, gəlir. Məryəm, gülsən var, küsəcəm səndən, eləmə də. Saklanıyoruz arkadaşlar. Esnada bakın orada. Esnadı çekmişse. Görsen iyi. Esnada bak. Bakma sen. Ay Allah, bunu bura mən gətirsən, bura gətirən yerdə başıma daş düşəydi mənim. Hələ axtarır bizi. Elini açıp gözünü. Gelir, buraya gelir, sakit kal. Korkuram. Söykənmə ya pəncərəyə. Gəlir. Taptım seni. Ay görmem kameramı. Pencerede görmem. Ne güzel dinler var. Görmediniz mi? Sən gör oldu, bax, sən elədin hamısı. Mən görmürdük. Yo, ofuş mən şeyler. Şeyler. Məryəm orada qaldı. Məryəm orada qaldı. Məryəm orada qaldı. Oh, mən eləməmişəm. Mən eləməmişəm. Durdum düşürdüm başımdan. Bütün mən eləməmişəm, həqiqətən. Atanın heç nədən xəbəri yoxdur, ata qaldı orada.
Zarafat bir qırağı Söymədi. Çocuklar ışkırır. şəhərli eləyərik, indi bilmədən oldu. Prosta biz niyə qaçırıq? Zaten önündə sonunda gelib deyəcəyik ki, biz eləmişik. Gönül bizə eləmiş. Bizim niyə? Mən eləməmişəm bu arada. Ben eləməmişim bu arada. Mən gizləmişdim orada. Düz mən gizləmişdim orada. Sən araladın da pərdəni. Ha, o sandın araba yoşub, 2 metr Araladı, düz deyil. Yollar kamerada var belli edim. Hamısı əslində qışqırtma elədiyimizə görə oldu, başımıza gəldi. Bayaq əslində Cəzan oldu, sən de cəzan oldu. düz deyil. Bayaq əslində dedim ki, Allah mənim cəzamı vermədi, mənim də cəzam. Niyə bizim bu gün Niyə bizim belə Onlar eləyiblər ki, onlar qaçırlar. düz deyirsən? Əsla da eləyib elə. Nəysə, tam kameranı bağlayaq, gedək danışaq, bildirmək lazımdır. Prosta bizim bugün bildiyiniz bədbəxt günümüzdür. Ata özünə paltar alsın, çıxaq gedək evə. Biz bugün səhərdən axşama kimi çölə çıxmayaq məncə. Çünki birimizin başına bir şey gələcək. Qardaşım marketdəki bütün putoqaları atasınlar elə. Ay Allah, danışarsan indi. Nəysə, gedək bir dənə ata ilə danışaq, xəbər eləyək. Həqiqətən Həqiqətən həyat şaşırt deyə. Yevlərlə hayşaş aşkım orada birisi gördüm mən onu qoyan yerdə. Yo, narahat olmayın. Heç nə, gedək atanın yanına. Saklambaçı dayandıraq lazım deyil. Eyvallah, çox bəs oldu. Əsnad, hepsi senin yüzündən Əsnad. Sənə qışqırtma elədiyimizə görə oldu. Əsnad, o bilərzik hər yerə sürtülür. Gedək. Day, saklambaça. Gedə görə düzəltdilər. Da oynamayacağım. Mən axırıncı oynamağımdır. Başımıza gəlməyən qalmadı. Bu nə idi? Bir abırçılıq. Ben gördülər sizi yolun qoyan yerdə. Siyavur oldum, deyəcələ bu evi. Səni gördü, xala pərdə ilə əlində. Xala yox. Kim gördü bəs? Kim gördü? Həqiqət deyirsən, gedək görək düzəldi o. Düzəlməyib, çöküb. Rabia, sən deyən var o pərdən oralar. Arkadaşlar, evet orada vay. Bence bizi kimse tutmamış. Biz gedək özümüzü etiraf eləyək bunu. Onu da elə asıblar ora. Necə? İndi asıblar belə. Gəl baxaq. Gəl. Əlim aşkım lap da düşər başımıza. Bir dənə get baxaq, çəkil. Biz eləməmişik. Bu eləyib. Buradadır. Ben bunu sevdim. Oo, bu da Yox, burada problemli heç nə yoxdur. Hə. Bu da aşağıdaymış araba. Aşkım aslayabilirsin. Ata bilərik, gözlüyün görək nə edirik. Sən qorxundan düzəltdik. Arkadaşlar. Sən demə oradan aslanıbmış. Prosta bir çıxanda taxılıb açılan bir şey olduğu üçün düşübmüş. Yəni normal bir şeymiş. Hər şey yerindədir. Eləməmişik. O eləyib. Suç. Niyə eləmisən sən? Ayıb deyə cəmiyyət içində özünü aparmağı öyrən. Bizim başımız. Yaxşı bu düşməyib. Həqiqətən bu da düşəcəkmiş. Nəysə arkadaşlar, asayiş Bərkəmal düzəltdiyi. Baxın, bu bura girib çıxan bir şeymiş. Yəni biz sadəcə dartanda, yəni açanda buradan belə düşübmüş. Yəni başqa bir sorun yox. Düzəldi. Şükür Allaha. Nəysə arkadaşlar, bugün bizim anlaşılan bəlalı və şanssız günümüzdür. Dünya dağılarkən o sırada Şəhriyar valla videoya baxasan başımıza nələr gəldi. Gözləyin. Baxım sənə. Köynəyin arxasına baxım. Qəşəydir. Əladır. Superdir. Məncə başımıza daha fazla hadisə gəlmədən artıq sağollaşaq. Evet. Arkadaşlar videonu beğendiyse bir dakika, bu videonun davamının gelmesini istiyorsa demeyeceğim, gelmesin lütfen. Ama videonu beğendiyse kanala abone olup like atıp yorum yazmayı unutmayın. Hayat şaşırtır hep, zaten editleri eleyin ama ben sizden kabak eləyəcəm.